Salam, hər vaxtınız xeyir olsun. Bugün boğma-yağlar tipi başlığından hörümçək kimlər sinfi mövzusunun testlərinin izahına baxacağıq. Birinci sualdan başlayaq. İlkin həzm prosesi bədəndən xaricdə baş verir. Bilirik ki, hörümçəkdə ilkin həzm bədəndən xaricdə baş verir. Çünki hörümçək tor qurur, şikarını o tora salır. Daha sonra şikarına ovuna yaxınlaşır, xeyri selləri vasitəsilə onun bədəninə zəhər yeridir. Zəhər həm şikarı öldürür, həm də şikarın daxili möhtəviyyatını, əzələlərini, orqanlarını maye hala salır. Və bu şəkildə maye qida ilə qidalanmış olur. Buna görə də hörümçəyin mədəsində xitin dişçiklər yoxdur, çünki xitin dişçiyə ehtiyac yoxdur, maye qida ilə qidalanır. Ağız aparatda sorucu tipdədir, bunu da qeyd edək. Xaçlı hörümçəkdə baş döşdə yerləşmir. Zəhər vəzisi xeyli selin dibindədir, baş döşdədir, gözlər baş döşdədir, yermə ayaqları baş döşdədir. Mədə ürək qarıncıqdadır. Mədə baş döşdə yerləşir, ürək isə qarıncıqda yerləşir. Doğru cavab Y bəndi olacaq. 3. Gənələr hansı xəstəliyin törədicilərinin daşıyıcılarıdır? Gənələr ensefalik xəstəliyinin daşıyıcılarıdır. Bir heyvanı və yaxud insanı dişləyərək xəstəlik bir orqanizmdən digər orqanizmə, o virusu bir orqanizmə, başqa bir orqanizmə yayır. Xaçlı hörümçəyin sadə gözlərinin sayını N, yermə ayaqlarının sayını M qəbul etsək, hansı ifadəni düzgün hesab etmək olar? Xaçlı hörümçəyin sadə gözlərinin sayı 8 ədəddir. Yermə ayaqlarının sayı o da 4 cütdür, 8 ədəddir. Hansı ifadə olacaq? İkisi də bir-birinə bərabər, M bərabərdir, M, doğru cavab D olacaq. Gənələr hansı xəstəliyin törədiciləridir? Gənələr qoturluq xəstəliyinin törədiciləridir. Bilirsiniz, qoturluq gənəsi var. Nə üçün xaçlı hörümçəyin mədəsində xitin dişçiklərə rast gəlinmir? Birinci sualda qeyd etdik, çünki maye qida ilə qidalanır. Qidanın mexaniki üdülməsinə artıq ehtiyac yoxdur ki, xitin dişçik olsun orada. Xaçlı hörümçəyin ifrazat sistemi ibarətdir. İfrazat sistemi malpighi borular və xüsusi vəzilərdir. Malpighi boruların da bədən boşluğundakı ucu kor qurtarır. Digər ucu isə arxa bağırsağa açılır. Ona görə də deyə bilərik ki, ifrazat sistemi həzm sistemi ilə əlaqəlidir. 8. Xaçlı hörümçək çay xərçəngindən onunla fərqlənir ki, bığcığı var, xaçlı hörümçəyin bığcığı yoxdur. Yermə ayaqları ikisində də var, gözlər ikisində də var, traxeyalar. Xaçlı hörümçəkdə traxeyalar, bəli, var, həmçinin ağciyər var, amma çay xərçəngində qəlsəmədir, traxeya yoxdur. Ona görə fərqləndirən xüsusiyyət traxeyalar var deyə bilərik. Qan damar sistemi qapalı deyil, ikisində də onsuz da açıq qan damar sistemidir. Sayı 4 cütdür, hörümçəyin yermə ayaqları 4 cütdür, may böcəyinin bığcığı 1 cütdür. Olmadı. Əqrəbdə traxeyalar. Əqrəbin traxeyaları 4 cütdür. Hörümçəkdə sadə gözlər. Bəli, hörümçəyin sadə gözləri də 4 cütdür. Ona görə B bəndi doğru olacaq. Digər variantlara da baxaq. May böcəyinin qanadları 2 cütdür. Xərçəngin qısa bılcıqları 1 cütdür. Hörümçəkdə traxeyalar. Hörümçəyin traxeyaları 2 dəstdir. May böcəyinin döş sinir düyünləri 3 ədəddir. Hörümçəyin yermə ayaqları 4 cüt, çay xərçənginin çənə ayaqları 3 cütdür. Ona baxaq. Hansı sıradakı boğma-ayaqların mədəsində xitin dişçik ola bilməz? Maye qida ilə qidalanırsa xitin dişçik olmaz. O da hörümçək kimlər sinifində nümayəndələr olacaq. Xaçlı hörümçək, tarantul, C bəndi. 11. Boğma-ayaqlardan yalnız hörümçək kimlər sinifinə xas olan cəhətlər. Yalnız hörümçək kimlərə? Xitin örtük hamısında var. Xərçəngdə də var, xərçəng kimlər sinifində, hörümçək həşəratlarda da var. Bütün gözlər sadədir. Bəli, bütün gözlər sadədir. Yalnız hörümçək kimlər sinifinə aid olacaq. Çünki xərçəngdə bilirsiniz, mürəkkəb vəziyyətli gözlərdir. Həşəratlarda da may böcəyində var, bal arılarında var, mürəkkəb vəziyyətli gözlər. Bığcıqları olmur. Bəli, bu sadəcə hörümçək kimlər sinifinə aiddir. Buğumlu ətraf, tipin adı boğma-ayaqlılar tipidir onsuz da. Demək ki, hamısında var buğumlu ətraf. Mədədə xitin dişçiyin olması, mədəsində xitin dişçi yoxdur. Tənəffüs orqanları həm aciyər, həm traxeya,
Yalnız hörümçək kimlər sinifinə aiddir. Məsələn, həşəratlar traxeya ilə nəfəs alır təkcə. Xərçəngçimlər də qəlsəmə ilə tənəffüs edir. 2, 3, 6, 11-də olacaq B bəndi. 2. Xaslı hörümçək üçün doğru olmayan fikirləri seçin. Ürəyi 2 kameralıdır. Xeyr, gəmirizə ağız tipinə malikdir, sorucudur. Bizdən doğru olmayanı istəyir deyə, bir də doğru olmayandır, 2 də. Tam çevrilmə, tam və ya natamam yoxdur, düzünə inkişafdır xaslı hörümçəkdə. Yəni, sürfə mərhələsi olmur, yumurtalardan hörümçəyə bənzəyən kiçik, yetkin hörümçəyə bənzəyən kiçik hörümçəklər çıxır. Zəhər vəzləri baş döş hissəsində yerləşir. Zəhər vəzləri bəli, baş döşdədir. İfrazat orqanları bir cüt yaşıl vəzlər deyil, bu xərçəngə aiddir. Qan damar sistemi açıqdırmı? Açıqdır, bu da doğrudur. 2, 3 və 1, 2, 3 və 5 doğru cavab C bəndi olacaq. 12-də. 13. Hörümçəyin baş döş hissəsində bir cüt adlanan çənə çıxıntısı. Xelser adlanan çənə çıxıntısı olacaq. Pedipalp adlanan ikinci cüt ağız orqanı və 4 cüt yermə ayağı yerləşir. A bəndi. Hörümçəyin baş döş hissəsində yerləşən orqanlar. Dırnaq arasında beyin, dodaqüstü sinir düyününə dırnaq arasında beyin kimi də yazırlar. Çünki dodaqüstü sinir düyünü beyin kimi çox inkişaf etmiş, Ona görə dırnaq arasında yazırlar. Bir olar, baş döşdədir bu. Ürək hardadır? Ürək qarıncıqdadır, bel tərəfdə. Ağciyər, oda qarıncıq, traxeya qarıncıq, zəhər vəzisi baş döş, mədə də baş döşdə yerləşir. 1, 4 və 5 doğru variant B olacaq. 15. Şəkildə təsvir olunan tənəffüs orqanına əsasən yanlış ifadələri müəyyən edin deyir. Şəkildə kitab şəkildə ağciyər təsvir olunub. Baxaq, yanlışı istəyir bizdən. Buğumayaqlar tipinin hörümçəkçimlər sinifində rast gəlinir. Doğrudur, hörümçəkçimlərdə olar. Buğumayaqlar tipinin həşəratlar sinifində. Həşərat siniflərində ağciyər yoxdur. Yanlış istəyir. 2. Şəkildə doğru. Bu tip tənəffüs orqanına malik canlılarda diri bala doğmaya, məsələn, əqrəblərdə diri bala doğmaya rast gəlinir. Doğru. Bu tip tənəffüs orqanına malik olan canlıların əksəriyyəti su mühitində yaşayır. Yəni, əksəriyyəti su mühitində yaşayır demək olarmı? Hörümçəklər çox ekosistemdə yayılıb. Əqrəblər əsasən isti yerlərdə yaşayır. Yəni, əksəriyyəti su mühitində yaşayır demək olmaz. Bu canlılarda iki qat tənəffüs. İki qat tənəffüs bilirsiniz ki, təkcə quşlarda var. Quşlar sinifində var. Burada yoğun gəlmir. Cavab nə olacaq? 2, 5, bir də 6-da səhvdir deyə 6-nı da götürürük. 2, 5, 6. Hörümçəkçimlər sinifini xarakterizə edən düzgün cavabları seçin. Tənəffüs sistemi yalnız traxeyalardır. Yalnız traxeya deyil, ağciyər plus traxeyadır. Sadə gözləri var, doğrudur. İnkişafı düzünədir, doğrudur. Bövlər dəstəsi bu sinifə aiddir, doğrudur. Ürəyi kisə şəkilli olan xərçəngdir, hörümçəyi boru şəkillidir. Bir cüt mürəkkəb, fasetli nəyi var? Gözlər var. Hörümçəkçimlər sinifində sadə gözlərdir. Fasetli gözlər deyil. Doğru cavab 2, 3 və 4. 17. Uyğunluğu müəyyən edin. Zəhər vəzləri qarıncığın sonunda yerləşir. Bilirik ki, əqrəblərdə qarıncığın sonuncu boğumunda zəhər vəzisi yerləşir. A bəndi əqrəbə. Zəhər vəzləri xiliserin əsasında yerləşir. Hörümçəyə aiddir. Bütün nümayəndələrində zəhər vəzisi yoxdur. Yəni, heç bir nümayəndəsində zəhər vəzisi olmayan böv. İnsanın dişləməsi ağrılı olan da bövdür. Diri bala doğurlar. Bu da əqrəblərin xüsusiyyətidir. Bu qədər hörümçəkçimlər sinifinin testlərinin sonuna gəldik. Ümid edirəm izahlarım sizin üçün faydalı olur. Əgər faydalıdırsa da like atıb abunə olmağı unutmayın.
Sağ olun.